bugünkü gün diasporanın xətti ilə Borçalıda gəncləri kütləvi idmana çevirmək üçün onların yürütdüyü gənclər siyasətinə dəstək olaraq mən də buradayam. Burada həmkarlarımızla bir yerdə pərakəndə klub sistemində fəaliyyət göstərən ayrı-ayrı bölgələrdə idman cəmiyyətləri klublarını bir yerə yığıb, ümumiyyətlə Gürcüstan səviyyəsində bir vahid Gürcüstanı təmsil eləmək üçün Azərbaycan idmançılarını dünya arenasından çıxartmaqdan ötürü burada ilk növbədə gərək yığma komandanın tərkibində, onlar gəlib başqa dövlətdə Gürcüstan yığma komandasının tərkibində təmsil eləyə bilərlər. Ona görə də biz məqsədyönlü Kvema Kartuli deyilən keçmiş Borçalıda Uşusanda Federasiyasını təbii ki, mərkəzin razılığı ilə burada regional Uşusanda Federasiyasını açdıq. Həmkarların məsləhəti ilə o federasiyanın rəhbərliyi mənə tapşırıldı. Ümidvaram ki, bunu da hamı bir mənalı olaraq dəstək verdi. Mənə elə gəlir ki, yaxın gələcəkdə bəhrəsini görəcəksiniz. Bu günlərdə artıq Azərbaycan diasporasının təşəbbüsü ilə, dəstəyi ilə biz Gürcüstanda fərqli idmanları, baxmayaraq güləş, boks, kickboks və başqa növlər, yəni bunu saymaqla bitməz, federasiyalar bu asosiasiya birləşdirdik. Ən əsası bu asosiasiyaya daxil oldu Uşusanda. Bildiyimiz kimi bizim fəxrimiz əslən Gürcüstanın Faxralı kəndindən olan Canpolad Budaqov ilk Azərbaycanda Uşusanda üzrə dünya çempionu da artıq bizlərə qoşulub. Artıq Kvema Kartuli üzrə prezident seçildi və artıq bölgələrimizdə məşqlərə başlanılacaq. Tez-tez Gürcüstanın fərqli yerlərində yarışlar keçirmək niyyətindədir Qafqaz Arena. Biz artıq kəndlərdə görüşlər keçiririk.